Osman ibn Əffan nə üçün öz həyat yoldaşını qoruya bilmədi? Niyə öz namusunu, qeyrətini qoruya bilmədi? Niyə bu qeyrətsizliyə yol verdi və gözünün qarşısında onun arvadına ihanətlər etdilər, cəsarətlər etdilər, onun paltarını soyundurdular, paltarını sandıqdan götürüb çölə çıxartdılar, nə bilim ihanətli sözlər danışdılar, övrətinə əl vurdular. Nə üçün bəs bu zaman Osman ibn Əffan bir söz demədi? Əzizlər, bu videonu izləyin. Bu yalançılar Əli haqqında elə yalanlar uydururlar ki, güya Əli ibn Əbi Talib qeybi bilir, həddindən artıq çox güclü, qüvvətli və şücaətli olub. Yaxşı, o zaman niyə qeybi bildiyi halda Fatimənin ona qarşı edilən bu cinayətdən xəbərdar etmədi? Niyə onların qarşısına dayanıb güc, qüvvət, şücaət nümayiş etdirmədi? Niyə öz namusunu, qeyriyyətini, Peyğəmbər əmanətini qoruya bilmədi? Uydurduqları bu xəbərə əsasən elə çıxır ki, Əli ibn Əbi Talib xilafətə yararlı birisi olmayıb. Kim öz namusunu qorumaqdan acizdirsə, müsəlmanların xəlifəsi olmağa layiq ola bilməz. Öz evinin içini qoruya bilməyən, bu böyüklükdə bir məmləkəti necə idarə edəcəkdir axı? Gördüyünüz bu Vəhabi gəlib deyir ki, bəs Həzrət Əli əleyhissalamın şiələr deyir ki, elmi qeybi var idi. Bəs nə üçün elmi qeybi olarkən Həzrət Əli, Həzrət Zəhranı xəbərdar eləmədi? Niyə Həzrət Əli o elmi qeybindən istifadə eləmədi, güc qüvvətindən istifadə eləyib və Həzrət Zəhranı müdafiə eləmədi, qeyrətinin namusunu qorumadı? Biz bu sualların cavabını vermişik. Keçən videoda Həzrət Əli əleyhissalam Həzrət Fatimə Zəhranı müdafiə etməsini və Ömər ibn Xattabı yerə vurub onun burnunu, ağzını əzişdirməsini sizlərə sənədlə gətirmişik mötəbər kitabdan, mötəbər sənədlə. Amma burada mənim bunlara olacaq sualım, bu Vəhabilərə və Sünnilərə. Suallarıma da cavab gözləyirəm. Deyin görüm, sizin kitablarınızda Səhih-ü Sünəni Tirmizi, Muhammed Nasirəddin Əlbaninin təəlifidir. 3-cü cildində Məktəbətül Məarif lin-Nəşr və Təvzidə Ərəbistanı Saudiyyədə, Riyazda çap olunubdur bu kitab. Bu kitabı 2000-ci ildə birinci növbədə çap eləyiblər. Bu kitabın 520-ci səhifəsində 3711-ci rəvayətində Osman ibn Əffan o zamanki evində məhsur olmuşdu, mühasirə olmuşdu. Orada bir söz deyir. Qalə Osman yevməddər. O zamanki evində mühasirə olmuşdu, belə dedi. İnnə Rasulullah sallallahu aleyhi və səlləm. Burada ələ-alihi adında bir söz yoxdur. Sünnilər, Vəhabilər həmişə Peyğəmbərimizin ailəsini salavatdan çıxardıblar. Deyir ki, qəd əhidə iləyyə əhdən. Mənə əhd etdi. Peyğəmbər mənə əhd etdi. Mənə bu sözləri yetirdi, bu sözləri mənə xəbər verdi ki, yəni başıma nə oyunlar gəlibdi burada, məni mühasirə edəcəklər, mənə susuz qoyacaqlar, ac qoyacaqlar, nə bilim, başıma nə oyun gətirəcəklər. Peyğəmbər bunları mənə xəbər vermişdi və mənim bunlara elmim var idi. Şah Vəliyullah Dehləvi sünnilərin böyük alimlərindəndir. Deyir ki, mütəvatirən nəql olubdur ki, Osmanın elmi var idi buna. Onu mühasirə eləyəcəklər, onu suyu, yeməyi onun üstünə kəsəcəklər və icazə verməyəcəklər ona su getsin, yemək getsin, bu şeylər olsun. Amma Osman ibn Əffan sözünə baxın. Ardında deyir ki, fənə sabirun əleyh. Mən ona səbr elədim. O mühasirə etdilər, sahabələr, tabilər gəldilər Osmanı orada mühasirə etdilər, onu öldürdülər, nə bilim, başına oyunları açdılar. Deyir ki, mən buna səbr elədim. Bu rəvayətində sənədi Muhammed Nasirəddin Əlbani deyir ki, səhihdir. Başqa kitabda Əl-Mövsuətul Hədisiyyədə Şüeyb Əl-Ərnaut Xalis Vəhabi bu kitabın təhqiqinə işrafı olubdur. 467-ci səhifəsində 407-ci rəvayətdə eyni bu rəvayəti gətirir və Osmanın bu sözlərini danışır burada və deyir ki, isnaduhu həsən. Bunun sənədi həsəndir. İndi isə Vəhabilərdən, Sünnilərdən suallarım budur. Nə üçün bəs Osman ibn Əffan, onun elmi var idi, xəbəri var idi ki, bunun başına bu oyunları gətirəcəklər, onu mühasirə eləyəcəklər, yeməyi, içməyi üzvlərinə bağlayacaqlar, nə bilim, arvadının başına oyunları açacaqlar. Bəs nə üçün Osman ibn Əffan öz həyat yoldaşını götürüb çıxıb getmədi? Niyə xəbərdar etmədi onu? Niyə öz namusunu, qeyrətini qorumadı? Sən ki deyirsən, bir kəs ki öz həyat yoldaşını qoruya bilməyə, necə bir məmləkətin xəlifəsi ola bilər? Osman ibn Əffan gözünün qarşısında onun arvadının başına o qədər oyunlar gətirdi. İndi deyəcəm də nə oyunlar gətiriblər. Öz tarix kitablarından. Bəs bu anda Osman ibn Əffan niyə bir kəlmə danışmadı? Niyə demədi ki, mənim həyat yoldaşımla nə işiniz var? Ondan əlavə, Həzrət Əli əleyhissalamın yar və yavər tapa bilmədi. 5 nəfər, 4 nəfər ancaq gəldi onun yanına. Amma Osman ibn Əffanın xəlifə idi məsələn. Siz deyirsiniz o 3-cü xəlifə idi. Bəs 3-cü xəlifənin ordusu da var idi.
Deyirsiniz, sahabələr hardaydı? Həzrət Əli əleyhissalama kömək eləmədilər. Biz deyirik ki, sizin öz kitablarınızda yazıbdır ki, Peyğəmbərimiz buyurubdu, məndən sonra sahabələrin mürtədd olacaq, dindən çıxacaq. Yaxşı, siz deyin görüm. Siz ki, bu qədər deyirsiniz, sahabələr hamısı ədalətlidir, şücaətlidir, cənnətlikdir, nədir? Bəs niyə kömək eləmədilər? Niyə tabiinlər, niyə sahabələr Osman ibn Əffana kömək eləmədi? Məgər Allahın Rəsulunun xəlifəsi deyildimi? Məyər Peyğəmbərin canişini deyildimi? Niyə ona kömək eləmədilər? Nə üçün elə sahabələr töküldü Osman ibn Əffanı öldürdülər, onu Beytül malı yediyinə görə, zülmlər etdiyinə görə, cəmaatın malını yediyinə görə? Niyə bəs orada müdafiə eləmədilər? Əslində onun əksi. Sahabələr özləri öldürdü onu. Biz deyəndə Həzrət Əli əleyhissalam Peyğəmbərimizin tərəfindən əmr olunmuşdu ki, səbr etsin, yar və yavər tapa bilməsə səbr etsin. Vəhabilər, sünnilər gəlib deyirlər ki, bunu ağıl kəsmir. Bəs Həzrət Əli əleyhissalam o zaman onda qeyrətsiz idi, onda qorxaq idi. Nə cür olur? Həzrət Əli əleyhissalama gələndə Həzrət Əlinin səbr etməyi olur qorxaqlıq, olur əstəğfirullah qeyrətsizlik. Amma Osmana gələndə Osmanı özünü vururlar. Osmanı orada arvadına ihanətlər eləyirlər, paltarını soyundururlar, pis sözlər deyirlər, nə bilim, övrətinə əllərin vurub ihanət eləyirlər. Orada Osman ibn Əffan orada səbr eləyir. Və çox təəccüblü yeri buradır. Bu Vəhabilərin Şeyxüş-Şeytan İbn Teymiyyələri Minhacül Bid'ətil Üməviyyə kitabında, yəni bu kitaba vermək lazımdır. Minhacü Sünnəti Nəbəviyyə kitabında Düşdür Məhəmməd Rəşad Saləm bunu təhqiq eləyibdi və 3-cü cildində 1986-cı ildə çap olunubdur 1-ci növbədə. Diqqət eləyin, 286-cı səhifəsində nə danışır? Deyir ki, Osmanın səbr etməsi onun ölümünə, deyir müsəlmanların arasında ən böyük fəzilətlərdəndir. Fəkana səbr Osman hətta qutil min əzəmi fəzailihi indəl müslimin. Subhanallah. Subhanallah. Vəhabilər demişkən, subhanallah əxi. Həzrət Əli əleyhissalama çatanda siz deyirsiniz ki, Həzrət Əli onda bəs qeyrətsiz idi, qorxaq idi, amma Osmana gələndə onun səbri olur min əzəmi fəzailihi indəl müslimin. Müsəlmanların arasında ən böyük fəzilət idi. Bu nə münafiq sifətlikdir sizdə, ay Vəhabilər, ay sünni alimləri. Nə cür olur, Osmana belə yanaşırsınız, amma Həzrət Əli əleyhissalama belə. Və halbuki Həzrət Əli əleyhissalam Həzrət Fatimi Zəhranı müdafiə eləyibdi. Ömər ibn Xattabı çəkib vurub yerə ağız burnunun əzibdir. Amma Osman ibn Əffan necə? Heç nə. Heç bir iş görməyibdi. Heç bir kəlmə deməyibdi ki, mənim arvadımla nə işiniz vardı? Baxın əzizlər, Tarixi Təbəridə, Darul Kutubil İlmiyyidə çap olunubdur, Beyrutda, Livanda. 2-ci cildində görün nə deyir? 676-cı səhifəsində 35-ci Hicrətin 35-ci ilinin o hadisələrindən danışır. Deyir ki, Saudan ibn Həmran gəldi və orada Osman ibn Əffanı vurdu. Osman ibn Əffanı vuranda, qılıncla vuranda Nailə Osmanın həyat yoldaşı özünü atır Osmanın üstünə. Və bu qılınc düşür onun əllərinin üstünə və barmaqlarını kəsir, tökür yerə. Bu anda gəlib bu Saudan ibn Həmran və neçə nəfər ki ora yığışıblar, gəlir və Osman ibn Əffanın həyat yoldaşını Nailəyə, çox özr istəyirəm, övrətinə əllərin vururlar və deyirlər ki, istəmirəm bu sözləri dilimə gətirəm, ancaq bax bu kitabları qoyuram bura, gedin sünnilər, getsin, baxsın, oxusun. Vəhabilər gedib baxsın, oxusun ki, görün nə ihanətlər eləyiblər Osmanın arvadına. Həmçinin əzizlər, başqa tarix kitablarında, Əl-Kamil fit Tarix kitabında 3-cü cildində kitabın təhqiqini Əbülfida Əbdullah Əl-Qazi eləyibdir. 3-cü cildində Darul Kutub İlmiyyədə Beyrutda çap olunubdur 1987-ci ildə 1-ci növbədə. Deməli 68-ci səhifədə 30 Hicrətin 35-ci ilinin hadisələrini gətiribdir. Həmən sözləri burada da gətiriblər. Bu tarix kitabına da gətiribdir ki, nə oyunlar açdılar Osmanın arvadının başına və Osman bircə kəlmə belə onlara demədi ki, mənim həyat yoldaşıma niyə bu cür ihanət eləyirsiniz? Əzizlər, digər kitablarında bunları gətirirlər ki, Osman ibn Əffanın həyat yoldaşının paltarını çıxardırlar əynindən. Onun övrətini əllərin vurub ihanət eləyirlər. Pis sözlər deyirlər. Sandıqdan onun götürüb paltarların oynadırlar çöldə, çıxardırlar çöldə, nə bilim, nə işlər görürlər. Vəhabilər, sünnilər cavab versin. Bu anda sahabələr harda idi?
Bu anda Osman ibn Affan niyə danışmadı? Niyə öz namusunu, qeyrətini qorumadı? Nə üçün bir xəlifə ki, cürəti yoxdur öz ailəsini qoruya, öz həyat yoldaşını qoruya? Bu nə cür xəlifə ola bilər? Müsəlmanlara bu necə bir xəlifə ola bilər? Niyə Osman ibn Affan götürüb getmədi? Əvvəldən bilirdi ki, elmi var idi ki, bəli bu adam, bunlar məni mühasirə eləyəcək. Götürüb çıxıb gedərdi həyat yoldaşın. Niyə bu işi görmədi? Bunlara hər bir cavab versəniz, həmən cavabları elə bax bu tərəfdə də Həzrət Əli əleyhissalamın cəryanında da. Halbuki Həzrət Əli əleyhissalam hamısını eləyibdi, müdafiə eləyibdi, Ömər ibn Xattabı vurubdu, əlindən gələn işləri görübdü. Amma bu ki səbr etməsinə görə ki sizin bağrınız çatlayır və onu da sizin öz kitablarınızdan sübut elədim ki Həzrət Peyğəmbərimizin vəsiyyəti idi. Bu suallara cavab verin. Osmanın haqqında hər cavab versəniz, biz də elə həmən cavabları sizin suallarınızın qarşısında veririk.